Yaxınlarımızı əbədi itirmək və itirdiyimiz bu yas müddəti. İzləyicilərim bilir ki, mən çox yaxın zamanda, yəni bir aydır artıq anidən itirmişəm və o insan mənim üçün həyatda həqiqətən baş roldaydı. Onun həqiqətən də ölümü mənim üçün çox böyük bir sarsıntıdır, böyük bir travmadır. Silkələnməyimə səbəb oldu. Yəni o insanın gedişi, varlığı da onsuz da həyatda mənə çox şey öyrədirdi, öyrətmişdi. Gedişi də başqa bir yöndən baxmağıma vəsilə oldu həyatıma və mən bu yaz dönəmində həqiqətən də çox fərqli duyğular içərisində oluruq biz. Yəni elə insan var ki, məsələn, üstündən 10 il keçsə belə ən yaxınının ölümünü hələ də qəbullana bilmir. Çünki beyin psixoloji olaraq o insanın yoxluğunu hələ də qavraya bilmir. Məsələn, sən gedirsən, görürsən məzarlığı, yəni sən fərqindəsən ki, bu insan artıq yoxdur da. Yəni bu bir kainatın bir qanunudur və sən bilirsən ki, artıq o insanın vədəsi çatıb və o insan artıq fiziki dünyada deyil. Yəni o tamam başqa bir sferadadır. Amma beynin onu psixoloji olaraq qəbul eləmir. Çünki sənin içindəki o darıxmaq hissi, o özləm hissi, bəlkə də bəzi peşmançılıqların, bəlkələrin, çünki biz bəzən yaxınlarımızı itirəndə ölüm gələndə qapımızı döymür deyə bəzilərimiz küsülü ayrılırıq, bəzilərimiz içimizdəki şeyləri son olaraq sevdiyimiz insana, ailəmizdəki insanlara deyə bilmirik və həyat o insanları bizdən anidən alır. Və bu ani gedişlər həqiqətən də insanı çox sarsıdır və mənəvi cəhətdən hardasa 20 yaş, 30 yaş qocaldır. Və bu yaz sürəcində İnsanın ağzının dadı itir, sənin süfrədə ən çox sevdiyin yeməklər olsa belə artıq heç nədən həzz ala bilmirsən, sən ümumiyyətlə gündəlik heç nə eləmək istəmirsən, yəni sadəcə yatmaq istəyirsən, sadəcə hiss etməmək istəyirsən, yəni bütün hisslərin itir, bütün duyğuların sıfırlanır və sanki bilirsən necə hiss edirsən, çox uca bir mərtəbəli bir binadan yerə çırpılmısan, sağsan, amma əslində ölmüsən. Öldüyünün fərqindəsən, amma hərəkət eləyirsən. Yəni bu qəribə və izahsız bir hissdir. Ümumiyyətlə ən çox insanı yaz dönəmində sarsıdan şeylərdən biri də qəfil gedişlərdir, cavan ölümlərdir. Məsələn, ən azından uşaq vaxtı əslində belə görmüşük də ki, yaşlı insanlar daha çox rəhmətə gedir. Amma indiki günümüzdə ölüm yaşı o qədər cavanlaşıb ki, son illərdə bu belədir. Mən düşünürəm ki, bəlkə də son zamanlarda dünyada baş verən bu əsəb, stres, dünyanın dəyişkənliyi həqiqətən də insanların psixologiyasına, insanların enerjisinə çox böyük bir təsir eləyir və təəssüf ki də sinir, stres belə insanı ən çox məhv edən şeylərdən biridir və buna görə də artıq ölüm cavanlaşıb deyə düşünürəm. Əgər Tanrı ilə danışmaq və görüşməyə şansım olsaydı, ona verəcəyim ilk sual bu olardı. Niyə? Yəni niyə sən bizi dünyaya gətirirsən və sonra bizi bir-birimizdən ayırırsan? Düzdür, təbii ki, mən bunun dini, psixoloji tərəflərini oxumuşam, araşdırmışam, hələ də araşdırıram. Çünki biz nə qədər bilsək də ki, bu kainatın bir qanunudur, istər-istəməz o darıxmaq hissi bizi illərlə içimizi göynədir. Qəfil gedişlər bəli, anidir, sarsıdıcıdır, amma bu dönəmlərdə nə etmək lazımdır? Bu dönəmlərdə necə sağ qalmaq lazımdır? Bir söz var, deyir, bir gün ölür, bir dəfə ölür, amma yerdə qalan hər gün ölür. Çətindir. Təbii ki, hər kəs bunu fərqli şəkildə öhdəsindən gəlir. Kimisi 5 aya toparlanır, kimisi 10 il üstündən keçsə də yaşadığı o acının dərinliyində hələ də boğulur. Ona görə heç vaxt bu mövzuda kimisə qınamaq qəti şəkildə olmaz. Söz var, bu söz o qədər gözəl sözdür ki, və mən bu cümləni bir ay öncə dərk elədim ki, nə deməkdir. Deyir, halva öz evinizdə bişməyənə qədər onun dadının necə olduğunu heç vaxt bilməyəcəksiniz. Ona görə də heç vaxt kimsə yaxınını itirəndə, kimsə kimdənsə ayrılanda o insanları qınamayın, o insanların acısını yaşama şəklini lağ obyektinə çevirməyin. Deməyin ki, ayda nə qədər olar, bu da öhdəsindən gələ bilmədi. Qəti surətdə. Çünki həyat həqiqətən sizi o şeyi yaşamadan öldürməz. Yəni sınanarsınız həmin o acı ilə. Və bu ərəfələrdə, məsələn, yaz dönəmində bəzi insanlar olur ki, bizim ətrafımızdan, dost, tanış, nə bileyim, ailədən kimsə deyirlər ki, həyat davam eləyir, bundan sonrasına bax, həyat davam eləyir. Bu söz həmin ərəfədə əslində bəlkə də təsəlli üçün deyilir, amma əmin olun ki, bu cümlə var, həyat davam eləyir. Bax, o cümlə həmin o yası yaşayan insan üçün çox belə
incidici və sarsıdıcı bir cümlədir. Çünki həmin an o insan zaten öz dibindədir. Onun üçün həyat orada bitib. Yəni o sevdiyi yaxınını torpağa verdiyi andan etibarən artıq o insan üçün həyat dayanıb. Yəni o mənəvi olaraq özünə gələnə qədər o da bir ölü sayılır bu həyatda. Yəni siz də gəlib deyirsiniz ki, həyat davam edir və təsəvvür edin o insana nə qədər zərbə olur. Bəlkə də pis niyyətlə demirsiniz, bəlkə də həqiqətən ona dəstək olmaq üçün deyirsiniz. Amma bu dönəmlərdə həqiqətən ekstra biraz daha düşüncəli davranmalısınız yaxınını itirən insanlara qarşı. Çünki onlar bu dönəmlərdə daha da həssas olurlar, daha da kövrək olurlar, daha da inci olurlar həyata qarşı və bunun üstünə sizin də onları incitməyiniz həqiqətən insani münasibətlərinizin bitişinə gəlir səbəb olur. Və bu yaz dönəmlərini hər kəs dediyim kimi fərqli keçirdir. Elə insan var ki, ilk dönəmlərdə ümumiyyətlə duyğularını ifadə edə bilmir. Yəni ağlaya bilmir, qavramır da. Yəni o insan bütün prosesin içindədir, amma beyin çıxmayıb keçmişdən. Yəni beyin şokdadır, bilmir ki, o hal-hazırda nə yaşayır, nə edir. Bəzən elə olur ki, insanın məsələn anidən yadından çıxır da. Yəni sən rutin olaraq gündəlik həyatına davam edirsən, işə gedirsən, yemək yeyirsən, nə bilim dostlarınla görüşürsən və bir an sanki beynində bir qığılcım yaranır ki, bu insan yoxdur. Və bax o anda sanki bütün simlər qırılır ürəyində və başlayırsan hönkürtü ilə ağlamağa. Məsələn, sən bir həftə heç nə olmamış kimi davrana bilərsən, amma bir həftənin sonunda xırda bir şüşə qırıntısına, nə bilim, xırda bir əlinin harasa qapıya dəyməsinə belə oturub saatlarla hönkür-hönkür ağlaya bilərsən. Çünki sən o bütün duyğuları içində bastırırsan və bu böyüyür və xırda bir şeydə başlayır partlamağa. Bu dönəmlərdə bizim etməli olduğumuz şeylərdən biri sadəcə acımızı yaşamaqdır, qalan heç nə. Doyunca ağlayın, doyunca üzülün, yeri gəlsə biraz uzaqlaşın, istər sosial mediadan, əgər imkan varsa işdən, biraz hardasa 2 həftə, 3 həftə, yəni bu 40 gün dediyimiz müddət var ya, bax o 40 gün ərzində biraz özünüzü həyatdan kənar qoymağa çalışın. Təbii ki, uzun vadəli demirəm, çünki uzun müddət davam eləsə bu daxili bir depressiyaya girir ki, bu da çox ağır bir şeydir. Yox, sadəcə müəyyən müddət insan yaxınını itirəndən sonra səssizliyə qərq olunur və bu səssizliyin içində bəlkə də özünü dinləmək istəyirsən, bəlkə də o insandan daha rahat vedalaşmaq istəyirsən. Amma biz insanlar həmişə bir təsəllimiz var da ki, yəni onun ruhu bizi görür və o istəməzdi ki, biz hal-hazırda bu dərəcədə pis olaq. Bu elə bir acıdır ki, insanlarla ağzının dadı itirir, dediyim kimi. Sən yəni həyatdan artıq kənar qalırsan, yemək yemirsən, su içmirsən, hər gün ağlayıb, yəni özünü, öz bədənini daha da məhv eləyirsən. Bu təbii ki, normal bir şeydir də. Yəni sən böyük bir acı yaşayırsan və bədən buna bir reaksiya verir. Amma bir yerdə fərqində olmalısınız ki, sizin özünüzü bu qədər yıpratmağınız, tükətməyiniz heç bir fayda vermir. Əksinə sizin də bir ailəniz varsa və sizdən sonra da sizin məsuliyyətinizdə olan insanlar da var. Əgər siz bir insanın ölümündən, vəfatından sonra özünüzü daha da betər hala salırsınızsa, ən azından geridə qoyduğunuz insanları düşünün. Bəli, bu çox çətindir, amma müəyyən bir müddət var da ki, o müddət ərzində artıq siz sağalmağa baxmalısınız. Çünki geridə qalanlar var. Həmin insanın geridə qoyduğu şeylər var. Yəni bizim öhdəliklərimiz var. Məsələn, biz bir insanı bəli son mənzilə yola salırıq, amma bu demək deyil ki, biz o insanı həyatımızdan, qəlbimizdən silirik. Bizim o insanın ruhuna qarşı da müəyyən bir öhdəliklərimiz və məsuliyyətlərimiz olur ki, biz onları yerinə yetirməliyik. Bəlkə də elə bizi ayaqda tutan təsəllilərdən biri də budur. Məsələn, mən özümdən götürürəm, bir aydır. Mənim üçün çox çətindir. Bu anidən oldu, bizdə anidən baş verdi. Səhər yəni oyananda xalam zəng elədi və biz anidən evdə necə çıxdıq bilmirik. Heç onda belə yəni dayımın rəhmətə getməyindən xəbərimiz yox idi. Yəni xalam sadəcə yıxıldığını qeyd eləmişdi və biz yolda artıq taksidə gedəndə xalam bu xəbəri verdi. Mən o anki şok hissini hələ də yəni xatırladıqca o şeyi bədənim yenə şüuraltı olaraq yaşayır. Yəni mən gedəndə artıq çoxdan dayım keçirmişdi. Yəni bu bizi məsələn çox sarsıdı, çünki çox ölüm idi, çox qəfil bir şeydi və dayımın ciddi bir problemi yox idi. Düz müəyyən təzyiq problemləri var idi, amma ölümcül bir şey yox idi. Yəni təsəvvür edirsiniz, mən gəlmişəm.
blokdayım, yəni qapının qarşısındayım, amma ayaqlarım içəri getmir. Yəni mən o evə girə bilmirəm. Sanki qəribə bir ağırlıq var idi. Yəni məni qoymurdu mən içəri girməyə. Qapını açdım və ilk yəni sualım oldu ki, uşaqlar hanı? Çünki körpələri çox az yaşlıdır da, 4-5 yaşındadır. Yəni böyüyü var, amma böyüyü başa düşür. Yəni burada vurğulamaq istədiyim nüans odur ki, biz o acının içində belə, yəni güclü qalmağa bir səbəb tapırıq. Yəni mən o an dayımı orada gördüm, çöktüm. Yəni daxili olaraq orada bir çöküntü yaşadım. Amma ilk qaçdığım yer uşaqların otağı oldu ki, o uşaqları evdən çıxardaq. Yəni bunu anlatmağa çalışıram ki, insan bəzən nə qədər dibə düşsün, səni ayaqda tutan bir səbəb var. Olmasa belə sən tapmalısan. Çünki kainatın sistemi belə qurulub. Yəni biz yaşam, ölüm arasındakı məsafədəyik hal-hazırda, anda. Nə keçmişdə, nə gələcəkdə. Yəni bu doğumdur, yaşamdır, bu ölümdür. Və biz bu iki əlin arasındayıq hal-hazırda. Kimimiz buradayıq, kimimiz buradayıq, kimimiz də ən sona artıq çatırıq. Amma xəbərimiz yoxdur ki, biz sona çatırıq. Bilmirik. Ona görə də bacardıqca ümumiyyətlə bir-birinizə qarşı açıq olun, səmimi olun, bir-birinizlə çox vaxt keçirdin. Məsələn, mən özümü bağışlaya bilmirəm hələ də, çünki dayım belə olmamışdan 2 gün öncə mən ona yazmaq istədim, amma sonra fikirləşdim ki, yazaram da 1-2 günə. Yəni o yazaram da 1-2 günə cümləsi mənim içimə hələ də göynədir. Çünki mən özümü bağışlaya bilmirəm ki, yəni kəşki yazardım. Ölüm, mən həmişə deyirəm, insanları bir-birinə yaxınlaşdırır və dayımın da itkisi mənə ölümü bir daha xatırlatdı və bu ölümdən necə dirilməyi də başa saldı. Yəni bugün mənim üçün çətindir, hə, amma mən bugün özümdə güc tapıb bu acını yaşayan insanlara ən azı biraz faydam olsun deyə yaşadığım təcrübədən bir video çəkirəm. Məsələn, bu da mənim həyatda qalmağım üçün bir səbəblərdən, motivasiyalardan biridir ki, mən gündəlik həyatımı davam edirəm, amma fərqli formada davam edirəm. Artıq mənim gördüyüm hər işdə dayımın ruhu var. Hər yerdə, hər küçədə. Məsələn, indi yağış yağır. Mən çox sevirəm yağışlı havaları. Amma ki, yaxınını torpağa verən insanlar üçün yağışın yağması biraz inciticidir. Çünki sən düşünürsən ki, o soyuq torpaqda indi nəmdə qalıb. Və bu həqiqətən izahsız bir duyğudur. Sən bilirsən ki, bir daha o insanlara heç vaxt sarılmayacaqsan, heç vaxt o insanlarla bir daha olmayacaq. Yəni tamam ayrı sferadasınız. Sən fiziki dünyadasan, o tamam başqa bir yerdədir. Amma onlar bizi hiss eləyir. Yəni mən buna %100 əminəm. Yəni bu sadəcə bizi ayaqda saxlayır. Bu dönəmlərdə sadəcə ağlaya bildiyiniz qədər ağlayın. Amma unutmayın ki, həyata davam etməliyik. Yəni bizim başqa bir çarəmiz yoxdur. Ölənlə ölünmür sözündən zəhləm gedir. Amma ölən üçün, ölən insanın ruhu üçün yaşamaq lazımdır. Amma bu dönəmlər elə dönəmlərdir ki, çətin bir imtahan kimi düşünək. Çünki bu yaz dönəmlərində siz daha çox məsələn ətrafınızı da tanıyacaqsınız ki, kim həqiqətən sizin acınızı ağlayır, kim sizin əlinizi tutur, kim doğrudan sizin acınızı öz acısı kimi hiss edir və sizin yanınızdadır. Bir də digər insanlar olacaq, hansı ki siz o insanlarla bəlkə də öz düşüncənizdə çox yaxınsınız, amma o insanlar ilk əlinizi buraxan insanlar olacaq. Yəni bu yaz periodu təkcə sizin yaxınınızı itirmə periodunuz deyil. Cuma axşamları, 40, bir illik deyil. Bu yaz periodu həm də sizin böyümə periodunuzdur. Çünki siz zaten mənəvi cəhətdən qocalacaqsınız, bu ən yaxınınız olduğu təqdirdə. Və bir də gözünüz daha çox açılacaq. Artıq dünyaya, ətrafınıza, öz həyatınıza belə fərqli formada, fərqli pəncərədən baxacaqsınız. Amma bu dönəmdə də anı yaşamağı unutmayın. Sadəcə etməli olduğunuz şeylərdən biri də sevdiklərinizlə daha çox vaxt keçirməkdir. Tanrı sizdən ən qiymətlinizi alır. Bizim eynilə bağçaya girib ən yaxşı, ən gözəl gülü dərib saçımıza qoyduğumuz kimi ki, gözəl görünək. Tanrı da bəzən ən yaxşıları, ən gözəlləri alır. Amma o aldığı gün sizə çox böyük bir dərs verir. Çünki siz o gündən sonra heç vaxt əvvəlki kimi olmursunuz. Bəli, həyat sizin üçün davam eləyir. Amma həyat sizin üçün fərqli formada davam eləyir.
Bəzən solğun, bəzən rəngarəng, bəzən bacardığınız qədər ağlayın, bacardığınız qədər pis olun. Ki bu duyğu çıxsın sizdən. Yəni, dibi görün, amma o dibə düşəndə, o quyuya düşəndə elə eləyin ki, o quyudan çıxmaq üçün bir vasitəniz olsun, bir işıq yeri qoyun orada, yəni. Çünki biz nə qədər o duyğuları içimizdə boğsaq, ağlamasaq, bu duyğular içimizdə həqiqətən çox qutu kimi, bağlı qutu kimi qalır və o qutu müəyyən illərdən, müəyyən periodlardan sonra bizi çox böyük bir zərər vurur. Bu hər hansısa bir fiziki xəstəlik də ola bilər, psixoloji sarsın, psixoloji çətinliklər də yarada bilər, ağır xroniki depressiya da ola bilər. Yəni çox mənfi cəhətləri var. Ağlamaqdan utanmayın. Üsyan eləməyin, çünki üsyan etmək yaxşı bir şey deyil. Həyatda davam eləmək üçün özünüzdə səbəblər tapın. Bir müddət çətin olacaq, bəli, dediyim kimi. Bir müddət çətin olacaq, bəli. Heç adımdan çıxmır. Həyatımda ilk dəfə idi mən onu yedim. Həqiqətən heç bir dad hiss eləmədim. Baxmayaraq ki, çox yaxşı bişirilmişdi. Mən o gün anladım ki, doğrudan halvanın insanın öz evində bişməsi fərqli bir şeydir. Və sənin bütün bədəninin strukturu pozulur həmin gün. Sən yaxınını, sən canını itirəndə, sənin canından can gedir və sən artıq heç vaxt bütöv bir can olmursan. Yarım can olursan, amma artıq canında 2 can daşıyırsan da, yəni o insan da səndən bir olur, o insanın ruhu da səninlə bir olur. Yaz dönəmlərində özünüzü ayaqda tutmaq üçün o insanın adına, o insanın ruhuna yaxşılıqlar eləyin. Nə bilim, ailələrə kömək eləyin, heyvanları yedizdirin, dualar eləyin, niyyətlər eləyin, nə bilim, gül əkin. Sadəcə düşünün ki, o sadəcə başqa ölkədədir. Yəni biz fiziki həyatdayıq, onlar başqa ölkədədirlər. Ancaq bu sizə təsəlli verə bilər. Ancaq bu acınızı biraz azalda bilər. Məsələn, ola bilər ki, bəzi insanlar düşünür ki, bir ay çox yeni bir müddətdə, yəni mən necə belə güclü danışa bilirəm. Güclü deyiləm hal-hazırda. Sadəcə güclü deyiləm hal-hazırda. Sadəcə beynim məntiqi yöndən düşünəndə bütün bunların real olduğunu bilir. Bütün bunların əslində məntiqli olduğunu bilir. Amma duyğusal tərəfə düşsəm, oturub saatlarla ağlayıram. Yəni anidən iş gördüyüm yerdə, yemək yediyim yerdə mən də bəzən heç bir səbəb yoxkən hönkürüb ağlayıram. Yəni bu o demək deyil ki, mən unutmuşam, bu o demək deyil ki, artıq mən öhdəsindən gəlmişəm. Yox. Sadəcə mən də özüm üçün bir səbəblər yaratmışam ki, dayım sağ olsaydı məndən nələr istəyərdi, məndən nələr gözləyərdi və mən bugün o məqsədlər üçün çalışıram. Deyil eləyin. Əgər hər hansısa yaxınınızı itirmisinizsə, onun adına nələrsə eləməyə çalışın. Onlar biz yaşadığımız müddətcə bizim qəlbimizdə onsuz da yaşayırlar. Onları unutmaq qeyri-mümkündür. Və pis olanda, çox dibə düşəndə sual verin özünüzə ki, o həqiqətən sizin belə olmağınızı istəyərdimi? Şokdan bəziləriniz gec çıxa bilərsiniz. Bəzilərinizin beyni, psixologiyası çox uzun müddət sonra bu reallığı dərk eləyə bilər. Bu normaldır. Bu yaz müddəti labirint kimi bir şeydir də. Yəni labirint necə olur? Qarma-qarışıq olur. Belə bir şeydir. Yəni sən bəzən hardan gəldiyini, hara getdiyini unudursan, amma eyni yerin içindəsən. Bir şəkildə çıxış yolu tapmalısan. Yəni bu duyğular bu müddətdə çox enişli, çıxışlı olacaq. Yəni bir gün gülsəz, sabah 3 saat oturub ağlaya bilərsiniz. Ta ki bədəninizdən bu enerji, bu üzüntü, bu kədər, bu özləm duyğusu yavaş-yavaş sovrulana qədər. Heç vaxt unutmayacaqsınız. Hər xatırlayanda canınız yanacaq. Amma artıq beyniniz yavaş-yavaş qəbul enerjisinə, həzmə keçdiyi üçün ilk günkü kimi reaksiya verməyəcəksiniz. Sadəcə öz həyatınızı da yaşayarkən torpağa verməməyə çalışın. Tanrı hamımıza bir ömür yazıb, hamımıza bir can verib və bu can bizdə əmanətdir və biz bu əmanəti qorumalıyıq. Həm özümüz üçün, həm itirdiyimiz doğmalarımız üçün. Onlar hal-hazırda qara torpaqda ola bilərlər, amma onlar bizim qəlbimizdə həmişə canlıdırlar, həmişə rənglidirlər və biz onları həmişə xatırlayanda içimiz, üzümüz güləcək.
Bacardığınız qədər bir-birinizə sarılın. Bacardığınız qədər bir-birinizə sevdiyinizi deyin. Elə bu videodan sonra gedin, nə qədər ailənizdə adam varsa sarılın o insanlara. Küs yatmayın. Nə yoldaşınızdan, nə valideyninizdən, nə övladınızdan. Heç vaxt küsülü yatmayın. Çünki bilmirsiniz o həqiqətən sizin son yatışınızdırmı? Sabah bir yerdə göz aça biləcəksinizmi? Həyat çox anidir. Həyat çox saniyələr içində hər şey baş verə bilər. Tək ki gözəl günlər yaşayaq, tək ki gözəl günlər Tanrı bizə qismət eləsin. Amma bəzən bəzi faciələr qapını döyəndə bunu xəbər eləmir. Hər an hər şeyə hazır olmaq və hər an döyüşəcək qədər güclü olmaq lazımdır. Bəzi günlər güclü olmayacaqsınız, bəzi günlər dizləriniz yerə çökəcək. Amma mütləq ki, onda da çiynində ağlaya biləcəyiniz insanlar olacaq. İstəyərəm ki, şəhərlərdə sizdə əgər belə bir təcrübəniz olubsa, yaz dönəmlərini necə atlatmısınız, necə hiss etmisiniz, duyğularınızı bölüşəsiniz, bəlkə izləyən digər insanlara da bir faydanız toxunar. Bura qədər izlədiyiniz üçün təşəkkür edirəm. Tanrı bütün dünyasını dəyişən yaxınlarımıza rəhmət eləsin.